Cavan olan sizi kim əsəbləşdirib? Biz niyə belə ciddi baxırsınız mənə? Adətən baxanda belə üzdə belə. Yanımızdakiler deyəsən gəlməyib əsəbləşmişsiniz ya da kimsə gecikib 100%. Mən də haçansa xəstə idim. Amma sonra onu siz xəstə elədiniz. Nə günə qoydunuz adamı? Düzdür, kimi deyirəm. Deyirəm, vaxtında geçmişəm. İndi bir dəlinin əzabını çəkdi. 2 dəli yan-yana gələr qonşumun qızı olardı. Qızım, necəsən? Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Xalq artisti Röya Ayxan bugün başlayan konsertində keçmiş həyat yoldaşı Anar Cəlilova söz atıb. Belə ki, müğənni onun xəstəsiyəm mahnısını ifa etdikdən sonra üzünü qonaqlara tutaraq, mən də bir vaxtları xəstə idim, amma sonra onu siz xəstə etdiniz, nə günə qoydunuz adamı deyib.